Salam əziz sahibkarlar. Bugünkü mövzumuz işlərin görüldüyü, xidmətlərin göstərildiyi yer haqqında olacaqdır. Bu məlumat bizim üçün nə üçün vacibdir? Belə ki, əlavə dəyər vergisi ilə bağlı hesabatlarımızı verərkən bu hesabatlarda işləri və xidmətlərini göstərdiyimiz yer və işləri, xidmətləri kimə göstərməyimiz haqqında ümumi məlumatlara sahib olmağımız vacibdir. Belə ki, daşınmaz əmlakın təmiri, quraşdırılması, agent xidməti və digər xüsusi ekspert xidmətlərinin göstərilməsi. Bu halda işin xidmətin göstərildiyi yer əsasən daşınmaz əmlakın olduğu yer hesab edilir. Xidmət, mədəniyyət, incəsənət, idman və digər analoji sahələrdə göstərilirsə, xidmətin faktiki göstərildiyi yer əsas hesab edilir. Patentlər, lisenziyalar və bu fəsillərdən olan bir çox hüquqların ötürülməsi, həmçinin müasibətli xidmətləri, televiziya, radio verilişlərinin xidmətlərinin göstərilməsi, internet vasitəsilə bir çox xidmətlərin göstərilməsində vergiyə cəlb etmə və digər əsas anlayışlar əsasən xidməti alanın olduğu yerdən əsas götürülür. İndi bizə əsas vacib olan məqamlardan biri nədir? Bunların bizim üçün əhəmiyyəti nədən ibarətdir? Misal üçün, bizə qeyri-rezident hər hansısa bir əmlakın təmiri ilə bağlı müraciət edir və biz bu qeyri-rezidentə xidmət göstərdiyimiz zaman bu halda əsasən daşınmaz əmlakla bağlı olduğu üçün həmin xidmətləri əgər biz Azərbaycan Respublikasında həyata keçiririksə, vergiyə cəlb ediləcəkdir. Yox, əgər biz öz əməkdaşlarımızı göndərərək bu işi, xidmətin görülməsini xaricdə həyata keçiririksə, daşınmaz əmlak ölkə xaricindədirsə, bu halda vergiyə cəlb edilməyəcəkdir.